Azərbaycan ali təhsildə tarixi uğura imza attı. Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqa daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb. Azərbaycanın bir universiteti, Bakı Dövlət Universiteti, sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub. Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ilk dəfə bu reytinqə daxil olublar.